Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Biz bugünkü dərsimizdə rus dilini öyrənənlərin tez-tez etdiyi səhvlərə baxacağıq. İlk səhv ad soruşarkən olunandır. Əlbəttə ki, siz hamınız bilirsiniz ki, birindən ad soruşanda deyirik, как тебя зовут, как вас зовут, как его зовут. Yəni şəxs əvəzlikləri ilə bu artıq asandır. Amma soruşsaq ki, sənin oğlunun adı nədir? Sənin valideynlərinin adı nədir? Artıq burada hər kəs çaşır. Amma əslində cavab özü sualdadır. Zovut, как zovut o deməkdir ki, necə çağırırlar. Звать feilinin üçüncü şəxsin cəmində olan formasıdır. Как zovut тебя deyəndə o deməkdir ki, səni necə çağırırlar. Buradan nə başa düşürük? Deməli, как zovut deyiriksə, kimi deməliyik? Yəni, vinitilni padejı işlətməliyik ondan sonra. Как тебя zovut, səni necə çağırırlar? Biz bunu Azərbaycan dilində hərfi tərcümə etsək, bu cür çıxır. Amma biz Azərbaycan dilində belə danışmırıq. Biz deyirik, sənin adın nədir? Ona görə insanlar soruşanda ki, artıq sənin, tutaq ki, qardaşının adı nədir? Sразу başlayırlar, у тебя, belə başlayır cümlə. Amma belə deyil. Biz deyirik, как зовут твоего брата? Как зовут твою сестру? Как zovut твоих родителей? Yəni gördüyünüz kimi necə çağırırlar? Kimi? Siz bu cür yadınızda saxlasaz, heç vaxt bir kəsin adını soruşanda səhv etməyəcəksiniz. İkinci tez-tez olunan səhvlərdən biri də yaş soruşmaqdır. Yaş soruşmaq hər zaman datilni padejdə olur. Biz deyirik, сколько тебе лет? Сколько вам лет? Sizin neçə yaşınız var? Burada da bu cür soruşanda insanların ağlına o dəqiqə у тебя kimi gəlir. Məsəl üçün, mənim 30 yaşım var deyirsə, deyir у меня 30 лет. Yox. Deməli, сколько лет кому olmalıdır? Yəni, kimə neçə yaş? İndi sizdə sual yarana bilər ki, niyə belədir? Dil bu formadadır. Biz sadəcə tərcümə edirik. Öz dilimizdə biz deyirik, sənin neçə yaşın var. Amma ruslar deyir, sənə neçə yaş? Əgər mən desəm, sizin oğlunuzun neçə yaşı var? Olacaq, сколько лет вашему сыну? Sizin qızınızın desəm, сколько лет вашей дочке или дочери? Sizin uşaqlarınızın neçə yaşı var? Сколько лет вашим детям? Gördüyünüz kimi hamısı datilni padejdə deyilir. Burada у тебя, у него belə şeylər işlənmir. Baxmayaraq ki, Azərbaycan dilində biz var sözü deyirik cümlədə. Növbəti tez-tez olunan səhvlərdən biri də həftənin günlərini biz işlədəndə v preloqu ilə işlədirik. Necə? Birinci gün görüşərik. Biz deyirik, встретимся в понедельник. Üçüncü gün в среду. Amma biz deyəndə ki, bugün 5-ci gündür, bugün 3-cü gündür, normal deyirik. Сегодня пятница, сегодня среда. Düzdür? Bunu artıq bilirik. Amma desək ki, hər 5-ci gün görüşürük, hər şənbə günü görüşürük. Biz deyirik, каждую пятницу, каждую субботу və yaxud da каждый четверг. Bu formada deyirik və каждый sözünü işlədiriksə, v yoxdur. Olunan səhvlərdən biri də budur ki, deyilir v каждую пятницу. Xeyr. Bir 5-ci gündən söhbət gedirsə, deyirik в пятницу. Hər 5-ci gündən söhbət gedirsə, каждую пятницу. Burada heç bir preloq işlənmir. Digər ən çox geniş yayılmış səhvlərdən biri, bunu təkcə rus dilini öyrənənlər yox, rusların özləri də səhv edirlər burada. Одевать, одеваться, надевать feilləridir. Bu haqda bizim dərsimiz var. Mən geniş şəkildə orada izah etmişəm. Burada da qısa şəkildə deyim. Одевать, одеть feili kimisə geyindirməkdir. Kiməsə, nəyisə geyindirmək yox. İmенно kimisə geyindirmək. Я одеваю сына. Я одела сына. Geyindirirəm oğlumu və geyindirdim oğlumu. Vəssalam. Başqa kontekstdə işlənmir. Одеваться, одеться isə əynini geyinmək deməkdir, öz-özlüyündə. Я одеваюсь, mən geyinirəm. Я оделась, mən geyindim. Yəni, mən əynimi geyindim. Bu o deməkdir ki, я одеваю себя, я одела себя.
Yəni özümü geyindirdim. Ona görə bu cür demirik və deyirik geyinirəm, geyindim. Və yaxud da on одевается, on оделся. Yenə də o geyinir, əyninə geyinir, o geyindi. Amma biz konkret bir şey desək ki, bunu geyinirəm, bunu geyindim, ad çəksək, köynək, şalvar, aksesuar da ola bilər. Biz məsəl üçün deyirik eynək taxdım, eynək taxıram. Bu sözlərin hamısı надевать, надеть feilidir. Я надеваю очки. Я надела очки. Я надеваю кофту. Я надела кофту. Artıq mənə elə gəlir ki, tam aydın oldu. Amma ruslar da, həmçinin də rus dilini öyrənən insanlar da bunu da tez-tez işlədirlər ki, я одеваю кофту, я одела кофту. Bu qrammatik olaraq düzgün deyil. Növbəti səhvlərdən biri NSV və SF feillərin gələcək zamanda işlənməsidir. NSV feilləri gələcək zamanda işlədəndə bunu artıq çox insan bilir. Быть feilini dəyişərək işlədirik. Amma olunan səhv nə olur? Быть feilini dəyişib, həm də feilin özünü dəyişirlər. Misal üçün, mən oxuyacam deyəndə я буду читаю kimi dəyişilir. Amma belə bir şey yoxdur. Я буду читать. Ты будешь читать. Он будет читать. Yalnız быть feilini dəyişirik. SV feildə isə yenə də SV-də olunan səhv də budur ki, SV feillərində gələcək zamanını düzəldəndə быть feilindən istifadə olunur. Я буду прочитать. Bu səhvdir. Belə bir şey ola bilməz. SV feildirsə я прочитаю. Ты прочитаешь. Он прочитает. Bu formada olur. Digər səhvlərdən biri isə misal üçün deyirəm ki, bundan sonra idmanla məşğul olacağam. Bundan sonra sözünü hər kəs после этого kimi tərcümə edir. Amma bir də отныне sözü var. Bu söz bir çoxları üçün yenidir. Mən tələbələrlə də işləyəndə görürəm ki, onlar üçün yenidir bu söz. Отныне neytral bir sözdür. Misal üçün bu cümlədəki kimi bundan sonra idmanla məşğul olacağam. Hər hansı bir hadisə baş vermir. Sadəcə mən deyirəm ki, bundan sonra bu qərarı aldım, bunu edəcəm. Belə olan hallarda biz отныне deyirik. Отныне я буду заниматься спортом. Bəs после этого-na nə vaxt işlədirik? После этого-da mütləq bir səbəb olmalıdır və ondan sonra biz deyirik nə baş verir. Misal üçün, я начала заниматься спортом. После этого все изменилось. Mən başladım idmanla məşğul olmağa və bundan sonra hər şey dəyişdi. Artıq burada mən отныне deyə bilmərəm. Çünki burada nədən sonra hər şey dəyişdi? İdmana başlamağımla. Bugünkü dərs üçün sonuncu mövzu isə vurğu ilə bağlıdır. Bəzən vurğunu biz səhv işlədəndə qrammatik qaydada da səhvlik olur. Misal üçün götürək нужно və нужна sözlərini. Нужно, нужна. Yəqin ki, burada vurğunu hiss edirsiniz. Нужно ya feillərlə işlənir. Bütün feillərlə biz işlədəndə nə etməyə lazımdırsa deyirik мне нужно сделать. Həmişə средний rodda olan нужно götürürük. Və yaxud da əgər средний rodda bir sözdürsə, biz onda yenə də нужно deyirik. Например, мне нужно радио. Mənə radio lazımdır. Amma biz qadın cinsində bir söz işlədiriksə, mütləq нужна deməliyik. Мне нужна ручка. Və нужнanı yalnız qadın cinsində olan sözlərlə işlədirik. Feillərlə işlədə bilmərik. Deməli, нужна sözünü həm feillərlə, həm средний rodda olan sözlərlə, нужнanı isə biz işlədirik yalnız qadın cinsində olan isimlərlə. Eləcə də быть feilində keçmiş zamanda было, была. Misal üçün deyirəm ki, menyu hanı? Где menyu? Da? Mən deyirəm, o buradaydı. Menyu средний rod olduğuna görə deyirəm, оно было здесь. Amma bir də var, mən deyirəm ki, где книга? Deyirəm, она была здесь. Она была здесь demirəm. Çox insanın etdiyi səhv də budur. Baxın, средний rodda olanda было deyirik və udarение ı-nın üstünə düşürdü ya, onu biz a kimi tələffüz edirik, bəli. Amma bu средний rod kimi çıxar.
Amma qadın cinsində biz deyirik bıla və udareniya düşür anın üzərinə. Və artıq biz buradan bilirik ki, bu qadın cinsindədir. Bu qədər əziz izləyicilər, ümid edirəm bu formatı bəyəndiniz və sizin üçün faydalı oldu. Sağ olun, növbəti dərsimizdə görüşənədək.